Salam, bugün sizlerle birlikte detaylı masa turu eləyirik. Gəlin başlayaq. Bu şəkildə. Size demiştim ki detaylı masa turu edeceğim. Bunu da belə yapıştırdım. Bu belə bu şəkildə. Stolum yəni təmiz boşaldı da. Yəni baxın necə sərgəli görünür. Deməli buradan başlayayım. Burada zibil qabı var. Burada belə bir organizerim var. Burada bir site stikerler var. Burada qələmlərim, bantlarım. Bu yeni düzəltdiyim bindirdir. Niyə bindirməmişdim? Bu var belə. Bəzi şeyləri yerlərə qoymamışam çünki girmə kartlar uçurda görsəm ola pisdir. Belə. Bunlar Brawl Stars kartlarıdır. Qardaşım verib mənə. Və bu belə. Burada da Kromi Dünyası əl işi yazmışam. Üstü bu şəkildə, arxası da sadədir. Sonra burada belə bir kutuda bindirlərim var. Burada belə qələmlərim falan var. Belə. Bu şəkildə. Burada da belə şeydir, fosforlu qələmlərdir. Bunlar bir satlardan hamısını aldık. ASMR. Burada da flomasterlar var. Burada da qələm var. Burada da belə. Burada qablarım var. Burada belə 3D stikerləri. Burada qarışıq olan stikerlərim var. Sonra bura keçək. Burada mənim silmələrim var. Xırda bunları göstərməyəcəm. Burada qayçılarım və günlük işlətdiyim karandaşlarım, xətkeşlərim, flomasterlərim, kleyim falan var. İndi keçək ən maraqlı olan yerə. Buranı belə eləmişəm, bəzəmişəm. İndi göstərim. Deməli belədir. Mən anam bugün mənə 2 dənə çəkməcə aldı. Bir dəqiqə. 2 dənə çəkməcə aldı bu ikisini. Bu bir zat məndə vardı. Mən onun qapağını çıxartdım, ikili elədim və onun qapağını da saxlayıram ki, lazım olar. Neyse, keçək başlamağa. Çox gözəl olur. Belə detaylar belədir, stikerlər. İlk buradan başlayacağım. Yaxşı, qalın başlayacağım. Burada deməli bu çıxardım. Hello Kitty və belə Melody qablarım var. Burada belə stikerlərim var. Burada da belə smiliklər var. İkinci çəkməcədə boy stikerlər və hərf stikerləri, 3D kromi stikerləri. Sonra burada var belə qız stikerləri. Sonra burada da Hello Kitty stikerləri. Ondan sonra burada qarışıq stikerlər var. 3D stiker Hello Kitty falan, kare. Burada poşetdə olan stikerlər qoymuşam. Dostumun verdiyi, özümün printerdən çıxartdığım şeylər. Yəni printerdən çıxartmışam. Sonra burada maket bıçağı var. Belə bir şəkildə. Sonra burada belə bir stiker qabı var. Arxada belə bir stikerlər. Smiliklərin sarı forması. İndi bu belə. Deməli burada belə bir kart qabım var. İçində də kartlar var. Bu şəkil. Sonra bu ikinci çəkməcədə
kitabı tutan ayracılar var. İşlətmədiklərimi alta qoymuşam. Bunu işlədib çıxarım, sonra keçənmişlər. Burada da ki belə not şeyləri var da. Not kitabçası kimi belə bir şeydir. Bu və altdakı çəkməcədə də isə fotokartlarım var. Kağızdan və kartonla. Belə. Bunlar da belə fotokartlardır. Bu çəkməcə əyri durur. Nasıl? Belə düzəltdim. Masa turu bu şəkildə idi. Detaylı. Necədir, mən çox bəyəndim. Baxın. Çox gözəldir, göstərim. Belə. Belə. Neyse. Detaylı masa turum bu şəkildəydi. Kanala abunə olub, like atmağı unutmayın. Sağ olun.